Ona görə fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Abbasa, səhih hədisdə, İbn Abbas həmin vaxtı uşaq olur. Onağuləm deyir, yağulamu, ey uşaq. 10 neçə yaşı var idi, yaxud 10 yaşı tamamlamamışdı. Ona deyir ki, va'ləm, bil, agah ol. Öyrədir, tənbih edir ona. Allahın Rəsulu sallallahu aleyhi və səlləm deyir ki, va'ləm ennəl ümmətə ləv ictəmə'u alə ən yənfə'ukə ləm yənfə'ukə illə bi şeyin qəd kətəbəhullahu lək. Əgər bütün ümmət yığışsa, hamısı toplansa, sənə bir fayda versinlər, xeyir versinlər, Allah Teala sənə o xeyri yazmayıbsa, onlar sənə verə bilməyəcəklər. وَلَوْ اجْتَمَعُوا عَلَى أَنْ يَدُرُّوكَ لَمْ يَدُرُّوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللّٰهُ عَلَيْكَ. Və yığışsalar ki, hamısı, bütün ümmət birincidən axırıncıya kimi sənə zərər verməyə qalxsalar, yığışsalar ki, sənə nəsə bir zərər toxundursunlar, Allah Teala sənə o zərəri yazmayıbsa, onlar sənə zərər toxundura bilməyəcəklər. Və rufiyatil aqlam, qələmlər artıq qalxıb, və cəffətis suhuf, və səhifələr də quruyub. Və bu onu göstərir ki, müsəlmanın etiqadı bu olmalıdır. Lakin insan bu etiqadda olmasa, artıq hər bir şeyə, hər səsdən qorxur, pişikdən qorxur, nə bilim, işarələrdən qorxur, əlamətdən qorxur. Hətta vallahi, mən sizə bir şey deyim, bu olub, yəni baş verib, danışırlar alimlər, yaxud özümüz də müşahidə etmişik bir neçə dəfə. Məsələn, bir qardaşın cibindən, yaxud maşınından bir kağız çıxardırsan, vərəq. Deyirsən ki, bu sənin üstündən çıxdı, cibindən çıxdı, yaxud maşınından çıxdı, yaxud evindən tapılıb sənin. Nəsə yazıblar, deyəsən sənə nəsə eləyiblər, deyəsən sənə sehr eləyiblər. Subhanallah, o düşür təşvişə, düşür qorxuya, başlayır fikirləşməyə, fikir aparır, dərd aparır. Bir gün, 2 gün, 3 gün və görürsən ki, insana doğrudan da sehr olunur. İnsanın bədəninə cin daxil olur və imtihan olunur ondan. Niyə? Qorxduğu üçün. Yəni, sehirdən qorxmaq, onun barəsində fikirləşmək, daim düşünmək, görəsən nə idi çıxdı mənim maşınımdan, görəsən nə idi mənim cibimdən çıxdı, görəsən mənim evimə nə ediblər. Və bunun üzərində düşünür, artıq insan xəstələnir. Bu, həqiqətən də bu cürdür. Sağlam insan xəstəlikdən çox danışanda, deyəndə ki, səndə xəstəlik var, sağlam insan xəstələnir. Artıq fikir eləyir, dərd eləyir, sehirdə, cadu da bu cürdür. Ona görə biz müsəlmanıq, biz möminik, Allaha təvəkkül etmişik və biz etiqad edirik ki, əgər sənin etiqadın bu olsa ki, Allah subhanahu və teala'nın izni olmadan onun aləmində, aləm onundur, heç nə baş verə bilməz.